Salam dəyərli müəllimlər, dəyərli şagirdlər, əziz izləyicilər. Hər birinizi salamlayıram. Mən Xaliq Teymurov. Sizə bu günlərim riyaziyyatdan törəmə və onun tətbiqlərinin dərs izahını verəcəm. Və bir şeyi xatırladım ki, burada mənim WhatsApp nömrəm var. 070 612 1323. Növbəti tədris ili üçün hazırlaşmaq istəyən abituriyentlərimizə buradan mənə WhatsApp-dan yaza bilər və qeydiyyat ola bilər. Və nəzərinizə çatdırım ki, qeydiyyat olan YouTube üzərindən bizə müraciət eləyən abituriyentlərə ödənişdə güzəşt olunacaqdır. İndi bu günlərim sizlərlə mən törəmə və onun tətbiqlərindən danışacağım. Burada məncə dərs izahı sizin üçün düşərli olarsa, dəyərli olarsa, bəyənməyi, abunə olmağı unutmayın. Başlayaq dərsimizə. Bugünkü dərsimiz törəmədir. Törəmə və onun tətbiqləri. Törəmə. Törəmə ilk öncə nəyə deyilir, tərifi nədir, necə olur, ondan başlayaq. Tutaq ki, bizə belə bir fx funksiyası verilibdir. Fx funksiyası verilibdir. Burada bunun x0 nöqtəsidir. Burada da buna uyğun qiyməti f(x0) olmuş olur. Eyni zamanda buradakı qiyməti bunun x-dir. X oxu üzərində. Buradakı qiyməti f(x) olmuş olur. Tərifi belədir. Buradan bura məsafə delta x-dir, delta x. O bərabərdir, x çıxar, x0. Buradan bura məsafə, elə bir ki, bax, bu məsafədə. Buradan bura məsafədə delta fx olmuş olur. Delta fx. Tərif belədir. x0, yəni x ilə x0 daxildir df. Funksiyanın təyin oblasına daxil olarsa, limit x yaxınlaşır, delta x yaxınlaşır sıfıra, f x0 üstə gələk delta x çıxaq f x0 bölünsün delta x və yaxud da bu da bərabərdir. Yenə limit x yaxınlaşır x0 olarsa, f(x) çıxaq f(x0) olarsa, bölək x minus x0 olarsa, buna deyirlər fx funksiyasının x0 nöqtəsindəki törəməsi deyilir və bu da bərabərdir f' x0 olmuş olur. Yəni, bir də deyirəm, x0 x-ə yaxınlaşarsa, x x0'a yaxınlaşarsa, delta x o zaman sıfıra yaxınlaşır. O zaman funksiya dəyişməsinin, arqument dəyişməsinə nisbəti bizə həmin o funksiyanın x0 nöqtəsindəki törəməsini vermiş olur. Tərifi budur. İndi burada biz nəyə deyək? Törəmə ümumiyyətlə diferensiyallama əməlidir. Törəmə harda varsa ona diferensiyallama əməldə deyilir. İndi gəlin biz törəmənin həndəsi və fiziki mənasından danışaq. Birinci həndəsi mənasından danışaq. Həndəsi mənası. Həndəsi mənası nədir? Tutaq ki, bizə bir dənə funksiya verilib. Belə bir funksiya verilibdir. Belə bir funksiya verilibdir. Burada bir alfa bucağı əmələ gəlibdir. Bura x0 nöqtəsidir.
O zaman x0 nöqtəsinə uyğun qiymət fx0 olur. Demək belədir burada tərif. Bu da elə bil ki, bu düz xətt y bərabərdir kx üstə gələk b düz xətti olmuş olur. Burada əgər f'(x0) bərabərdir tangens alfa, o da bərabərdir k şərtini ödəyərsə, o zaman biz y bərabərdir fx funksiyasının x0 nöqtəsindəki törəməsi, bir də deyirəm, y bərabərdir fx funksiyasının, bax bu funksiyadır, elə bax bu fx funksiyadır. f'(x0) bərabərdir tangens alfa, o da bərabərdir k şərtini ödəyərsə, burada y bərabərdir fx funksiyasının x0 nöqtəsindəki törəməsinə çəkilən funksiyanın qrafiki, yəni y bərabər kx plus b toxunan olmuş olur və burada f'(x0) bərabər tangens alfa, o da bərabərdir k olmuş olur. Yəni burada toxunan düz xəttdir təbii ki, y bərabər kx plus b düz xəttdir. Və burada toxunanın bucaq əmsalı həmin funksiyanın x0 nöqtəsindəki törəməsinə bərabər olmuş olur. Bu yəni həndəsi mənasıdır. İndi bir-iki dənə misal göstərək. Bu nə deməkdir? Tutaq ki, bizə bir funksiya verilibdir. Məsələn, tutaq ki, bizə belə bir funksiya veribdir. Fx bərabərdir 4x-in kvadratı çıxaq 2x, belə bir funksiya verilibdir. Bizə deyir ki, funksiyanın x funksiyasının x0 bərabərdir 2 nöqtəsindəki x0 bərabərdir 2 nöqtəsindəki toxunanın bucaq əmsalını tapın. Aha. Bu necə həll olur? Biz buradakı yanaşmamızdan biz bucaq əmsalını tapa bilərik. K bərabərdir nəyə? K bərabərdir f'(x0)-a bərabərdir. Demək ki, buradan mən törəməni tapıram. 4x-in kvadratı çıxaq 2x-in törəməsi. İndi biz törəməyə aid düsturlar filanlar var. Onları yazacağıq. Sadəcə burada buna aid bir misal göstərmək istədim mən. 8x çıxaq 2 olmuş olur. Burada gətirib mən f'(2) qoysam yerinə olur. 8 vuraq 2 çıxaq 2 bərabərdir 14 olmuş olur. Demək ki, burada bu da nəyə bərabərdir? K-ya bərabər olmuş olur. Toxunanın bucaq əmsalı burada neçə imiş? 14 olmuş olur da. Belə. İndi fiziki mənasından danışaq. Ümumiyyətlə burada nəyə diqqət eləmək lazımdır? Əgər bizə bir funksiya verilirsə, bizdən toxunanın bucaq əmsalı soruşurlarsa, yəni k-nı soruşarlarsa, o zaman funksiyanın törəməsini tapıb x0 nöqtəsindəki qiymətin yerinə qoyub biz toxunanın bucaq əmsalını tapmış oluruq. Və digər tərəfdən bax görürəm ki, toxunanın bucaq əmsalını tapanda, k-nı tapanda, eyni zamanda bax burada yaranan alfa bucağı ki var, ondan istifadə edib biz toxunanın bucaq əmsalını tapa bilərik. Yəni k bərabər olur tangens alfa düsturundan istifadə eləyə bilərik. Fiziki mənasından danışaq. Fiziki mənası nədir? Burada elə bir ki, sürət dəyişməsinin zamana görə, məsafə dəyişməsinin zamana görə törəməsi, elə bir ki, məsafə dəyişməsi st ilə işarə olunur. Zamana görə törəməsi bərabərdir sürəti vermiş olur bizə. Bir də deyirəm.
məsafə dəyişməsinin zamana görə törəməsi bizə sürəti vermiş olur. Həmin andakı sürəti vermiş olur. Yəni törəmənin fiziki mənası budur. Bu nə deməkdir? Məsələn, tutaq ki, bizə burada belə deyir, y bərabərdir və yaxud da st bərabərdir 3t kvadratı çıxaq 2t düsturu ilə verilmiş cismin cismin t bərabərdir 2 nöqtəsindəki sürətini tapın. Gəlin tapaq. Buradan inirik. S' həlli. S' t bərabərdir nəyə? Burada 2 keçir qabağa. 2 vuraq 3t çıxaq 2 vuraq 1 bərabərdir. 6t çıxaq 2 olmuş olur. Gətirib burada S' t'nin yerinə, t0'ın yerinə elə bil ki 2 qoyuram. Bu bərabərdir 2 vuraq 2 vuraq 3 yox. Bu bərabərdir 6 vuraq 2 çıxaq 2. Bu da 10 olmuş olur. Demək ki, bizim t bərabər 2 nöqtəsindəki sürətimiz 10 imiş. Sonra ikinci nədir burada? Elə bu birinci idi. Fiziki mənası yer dəyişməyə görə biz törəməni tapdıq. İkincidə indi sürət dəyişməsini tapacağıq da. Sürət dəyişməsinin zamana görə törəməsi bizə təcili verir. Birinci fiziki mənası məsafə dəyişməsinin zamana görə törəməsi sürəti verir. İkinci sürət dəyişməsinin zamana görə törəməsi bizə təcili verir. Yəni v' t bərabərdir a t'ni vermiş olur. Buna aid bir misal deyək. Məsələn, vt bərabərdir. Nə bilim, tutaq ki, 2t üstə gələk 3 düsturu ilə verilmiş sürətin t bərabərdir 1 anındakı təcilini tapın. Belə sual qarşımıza çıxa bilər. O zaman biz nə edirik? Biz burada həllin yazanda sürət dəyişməsindən törəmə alırıq zamana görə. Bərabərdir 2t olmuş olur da. Burada 2t kvadratı yazaq. 2 vuraq 2t o da bərabər 4t olmuş olur. İndi burada biz t'nin qiymətini yerinə yazacaq. Bərabərdir 4 vuraq 1 o da bərabər 4 olmuş olur. Cavab burada neçədir? Təcili 4 olmuş olur. Törəmənin tapılması qaydaları var. Qaydalardan danışaq. Qaydalar necədir? Burada fx, gx funksiyaları x0 nöqtəsində diferensiyallanan funksiyalar olmalıdır. Yəni diferensiyallanan nə deməkdir? Törəməsi olan funksiyalar olmalıdır. Qaydalar belədir. Tutaq ki, funksiyanın qarşısında sabit varsa və mən o funksiyanın törəməsini tapıramsa, sabit qarşıya çıxılır və biz o funksiyanın törəməsini tapmış oluruq. İkinci qayda budur ki, cəmin fərqin, yəni funksiyaların cəminin fərqinin törəməsi onların törəmələri fərqi cəminə bərabərdir.
Aha. Üçüncü xassası budur ki, üçüncü qayda budur ki, hasilin törəməsi görək nəyə bərabərdir? Funksiyaların hasilinin törəməsi. Tutaq ki, f2 vuraq j2, bunların törəməsindən danışılır. O bərabərdir. Birincinin törəməsi hasilin törəməsində vurulsun ikinci, üstə gələk birinci vurulsun ikincinin törəməsi olmuş olur. Dördüncü qayda belədir. Nisbətin törəməsindən danışılırsa, bu bərabərdir. Məxrəsdə j2-in, yəni məxrəs nəticəsi onun kvadratı olur. Sürətin törəməsi vurulsun məxrəc, çıxılsın, sürət vurulsun, məxrəcin törəməsi olmuş olur. Aha. İndi bunların hər birinə aid bir misal göstərək. Tam olaraq burada da təbii ki j2 fərqlidir, 0 olmalıdır. Bunların hər birinə aid bir misal göstərək və başlayaq növbəti qaydaların izahına. Məsələn, tutaq ki bizə verilibdir, belə verilibdir. Deyir ki 2 x-in kvadratı. Bunun törəməsini tapmaq istəyirik. Burada sabit qabağa çıxır. Birinci xassiyyə uyğun olaraq da 2 qabağa çıxır. X kvadratının törəməsi. Bu bərabərdir. 2 vuraq. X kvadratının törəməsi də 2x olmuş olur. O da bərabərdir 4x olmuş olur. Bu birinci xassiyyə. İkinci xassiyyət bir misal göstərək. Bizə deyir ki, cəmin fərqin törəməsi onların törəmələri cəmin fərqinə bərabərdir. Tutaq ki, bizə sinus x üstə gələk x-in kubu funksiyasının törəməsini tapmaq tələb olunur. Demək ki, burada ayrı-ayrı törəmələr tapılır. Sinus x törəmə üstə gələk x kubunun törəməsi, o da bərabərdir kosinus x üstə gələk 3x-in kvadratı olmuş olur. Üçüncü, hasilin törəməsinə aid bir misal deyək. Tutaq ki, bizə ln x vuraq sinus x-in törəməsi istənilir. Demək, nə edirik? Birincinin törəməsi, ln x-in törəməsi vuraq ikinci, üstə gələk birinci vurulsun ikincinin törəməsi. Bu bərabərdir. ln x-in törəməsi 1 bölək x-dir. Vuraq sinus x. Üstə gələk ln x vuraq sinus x-in törəməsi kosinus x olmuş olur. Demək, mən burada hasilin törəməsini tapanda bu cür tapmış oluram. Dördüncü. Tutaq ki, bizə nisbətin törəməsini tapmaq tələb olunur. Deyək ki, məsəl üçün deyirəm, olsun belə. Sürətdə yazaq x-in kubu, məxrəsdə yazaq, məsələn, hansı funksiya yazaq? Ağlımıza gələn bir funksiya yazaq. Nə bilim, olsun, tutaq ki, kosinus x olsun. Belə olsun, törəməsi. Bu bərabərdir. Məxrəcin kvadratı qalır yerində, kosinus x-in kvadratı, sürətin törəməsi, vuraq məxrəc, çıxaq, sürət vurulsun, məxrəcin törəməsi. Bu bərabərdir. Bu bərabərdir. Demək, kosinus kvadratı x məxrəcdə, sürətdə olur 3x-in kvadratı kosinus x. Burada elə bir kosinus x-in törəməsi mənfi sinus x edir. Qabaqda da mənfi olduğuna görə üstə gələk. X-in kubu sinus x olmuş olur. Bunların hər birinə aid bir misal göstərdik. İndi gəlin danışaq minimum nöqtə, minimum nöqtədən danışmayaq. Gəlin törəmə düsturlarından danışaq. Törəmə düsturlar. Aha. Birinci, nədən başlayaq? Sabitin törəməsi sıfıra bərabərdir. C-nin törəməsi, sabit konstant C ilə işarə olunur. Törəməsi sıfıra bərabərdir. Məsələn, bir misal göstərək. Məsələn, 2-nin törəməsi nəyə bərabərdir? 2 sabit ədəddir də. Törəməsi sıfıra bərabərdir. İkinci, x-in törəməsi 1-ə bərabərdir. Üçüncü, kx plus b-nin törəməsi k-yə bərabərdir. Çünki burada b sabitdir, törəməsi 0 eləyir, x-in törəməsi 1 eləyir. 1-i də k-yə vuranda k eləmiş olur. Dördüncü,
Buna aid bir misal göstərək. Tutaq ki, 2x çıxaq 3 törəmə. Bu bərabərdir 2-yə. Yəni k burada 2-dir. Məsələn, modul x-in törəməsi nəyə bərabərdir? X-in özü yuxarıda, məxrəcdə də modul olmuş olur. Törəmədən gedir də söhbət. Sonra buna aid bir misal deyək. Məsəl üçün deyirəm, 2 çıxaq 3-ün törəməsi bu bərabərdir. 2 çıxaq 3 yuxarıda, modul 2 çıxaq 3-də məxrəcdə olmalıdır. 5-ci. X-in üstü n-in törəməsi nəyə bərabərdir? N gəlir qabağa və üstdən bir vahid əksik olmuş olur. Məsələn, tutaq ki, x-in üstü 8-in üstü törəmə bərabərdir. 8 gəlir qabağa, x-in üstü 8-dən bir vahid əksik 7 olmuş olur. Sonra 6-cı. Burada 6-cı belə deyək, 1 bölək x-in üstü n-in törəməsi nəyə bərabərdir? Burada necə olur? Mənfi qabaqda olur. 1 bölünsün olanda. N yuxarı qalxır. X-in üstü n plus 1 olmuş olur. Aha. Bu nə deməkdir? Burada bunu biz necə eləyə bilərik? Buna aid bir misal deyək. Tutaq ki, bizə verib ki, 1 bölünsün x-in üstü 4. Bunun törəməsini tapmaq bizdən tələb olunur. Mənfi qabağa keçir. 4 yuxarı qalxır. X-in üstü 4 üstə gələk 1, 5 eləmiş olur. Törəməni bu cür tapmış oluruq. Sonra 7-ci. Kök altında n-ci dərəcədən x-in üstü m. Bu bərabərdir. Əslində, bunun qısa variantını əzbər yadda saxlamaq daha gözəldir. Amma bu hardan alınır onu da deyə bilərik də. Biz bunu belə yaza bilərikmi? X-in üstü m bölək n törəməsi. Burada necə olur? M bölək n gəlir qabağa törəməni tapanda x-in üstü m bölək n çıxaq 1 olmuş olur. O da bərabərdir. M bölək n x-in üstü n-də m çıxaq və yaxud da mənfini qabağa verir. M çıxaq n. Bu da bərabərdir. M bölək n x-in üstü mənfini qabağa versək n-də n çıxaq m olmuş olur. Bu da bərabərdir. M bölək n vuraq x-in 1 bölək 1 bölək x-in üstü mənfi müsbət olur. N-də n çıxaq m, o da bərabərdir. M bölək n vuraq 1 bölək. Elə bir ki, burada x n-ci dərəcədən kökün altına girəndə olur x-in üstü n çıxaq m olur da. Aha. Bu da bərabərdir. Bu n-dir. N. Bu da bərabərdir. Elə bil m yuxarıda qalır. N aşağıda, kökün altında n-ci dərəcədən x-in üstü n çıxaq m olmuş olur. Biz bunu hər dəfə belə uzun yazmağa ehtiyac yoxdur. Elə birbaşa biz bunu belə yaza bilərdik də. Kök altında n-ci dərəcədən x-in üstü m törəmə nəyə bərabərdir? Burada m qalxır. Yəni x-in qüvvəti qalxır yuxarı, m qalxır yuxarı. Burada n düşür kökün qarşısına. X-in üstü n çıxaq m şəklində yaza bilərik. Belə yadda saxlasaq daha gözəl olmuş olar. Buna aid bir dənə misal göstərək. Məsələn, tutaq ki, bizə belə bir kökün altında 3-cü dərəcədən x-in kvadratı törəmə istəyir bizdən. Burada 2 qalxacaq yuxarı, burada bu 2. 3 düşür önə. Burada elə bir n olmalıdır da. 3-cü dərəcədən x-in üstü 3 çıxaq 2 olmuş olur. Bu bərabərdir. 2 yuxarıda, 3-cü dərəcədə 3 qarşıda, 3-cü dərəcədən x-in üstü 1, elə o da x olmuş olur. Demək ki, biz 3-cü dərəcədən x-in kvadratının törəməsini tapanda 3-də 2 kökün altında 3-cü dərəcədən x olmuş olur.
Bunlar belə. İndi digər düsturlardan danışaq. Bu 7-ci düstur, 8-ci düstur görək bizə nəyi deyir? A-nın üstü x törəmə bu nəyə bərabərdir? Burada A üstü x qalır yerində, vurulur eleyin A-ya. Bir dənə misal göstərək buna. Tutaq ki, 2-nin üstü x törəməni tapmaq istəyirik. Bu bərabərdir. 2-nin üstü x yazılır, vurulur eleyin A burada neçədir? 2-dir. Elin 2 olmuş olur. 9-cu. Y-nin üzəri x törəmə nəyə bərabərdir? Y-nin üstü x-ə bərabərdir. 10-cu. Elin x-in törəməsi nəyə bərabərdir? Bu bərabərdir 1 bölək x-ə. Sonra 11-ci. Loqaritma A əsasdan x törəmə bu nəyə bərabərdir? 1 bölünsün x keçir qarşıya, vurulsun eleyin A olmuş olur. Elin A. Aha. Bu bir misal göstərək buna. Tutaq ki, loqaritma 2 əsasdan x-in törəməsi nəyə bərabərdir? 1 bölünsün x keçir qarşıya, 1 bölünsün x keçir qarşıya. Elin 2 olmuş olur. 12-ci. Sinus x-in törəməsi nəyə bərabərdir? Tutaq ki, sinus x-in törəməsi bərabərdir kosinus x olmuş olur. 13-cü. Kosinus x-in törəməsi bərabərdir mənfi sinus x olmuş olur. Sonra 14-cü. Tangens x-in törəməsi nəyə bərabərdir? Tangens x-in törəməsi nəyə bərabərdir? 1 bölək kosinus kvadrat x-i vermiş olur. 15-ci. Kotangens x-in törəməsi bərabərdir mənfi 1 bölək sinus kvadrat x vermiş olur. Sonra arcsinus törəməsindən danışaq. Törəmədə təbii ki, burada da arcsinus x-in törəməsi bu nəyə bərabərdir? 1 bölünsün kökün altında 1 minus x-in kvadratına bərabərdir. 17-ci. Arc kosinus x-in törəməsi bu bərabərdir 1 bölünsün mənfi, təbii ki, qabaqda olmalıdır burada, mənfi kök altında 1 minus x-in kvadratı. Yəni arcsinusla arctangens müsbət olur. Arckosinusla arckotangens mənfi olmuş olur. Bunu yaddan çıxartmaq lazım deyil. Arctangens x-in törəməsi bu bərabərdir 1 bölünsün 1 üstə gələk x-in kvadratı olmuş olur. 19-cu da belədir. Arckotangens x-in törəməsi bərabərdir mənfi qabaqda 1 bölünsün 1 üstə gələk x-in kvadratı olmuş olur. Bu təbii ki törəmə düsturlarıdır. Bunların hər birini adımızın baş hərfi kimi əzbər yadımızda saxlamaq lazımdır. Bu belə. Davam edirik, hörmətli izləyicilər. Demək ki, nədən danışaq? Mürəkkəb funksiyanın törəməsindən danışaq. Mürəkkəb funksiyanın törəməsindən danışaq. Mürəkkəb funksiyanın törəməsi deyəndə nəyi nəzərdə tuturuq, hörmətli izləyicilər? Tutaq ki, f, j, x bir mürəkkəb funksiya verilib mənə və bunun törəməsi məndən istənilir. Bu nəyə bərabər? Bir dəfə funksiyanın özündən törəmə alırıq. f' jx olmuş olur. Bir də vurulur bu daxildəki funksiyanın törəməsi. Bu nə deməkdir? Məsələn, tutaq ki, bizə deyək ki, belə desək, kosinus 3x-in törəməsini bizdən istəyirlər. Bu nəyə bərabərdir? Bir dəfə kosinus 3x-dən törəmə alırıq, vurulur. Bir dəfə də, bax, bu ifadə bir funksiyadır. 3x-in də törəməsindən bir dəfə də, 3x-dən də bir dəfə törəmə alırıq. Bu bərabərdir. Kosinus 3x-in törəməsi mənfi sinus 3x eləyir.
3x-in də törəməsi, x-in törəməsi 1 eləyir. 3-ə də vurulanda 3 eləmiş olur. 3 sinus 3x eləmiş olur. İkinci xassə nədir? Fx üstü n törəmə. Bu bərabərdir. Bir dəfə n keçir qabağa, fx olmuş olur, vurulur. Bir dəfə də n fx-in özündən törəmə almış oluruq. Buna aid bir misal göstərək. Tutaq ki, məsələn, bizə verilibdir kosinus. Belə deyək. Kosinus x-in kubunun törəməsi görək nəyə bərabərdir? Bir dəfə burada necə olur? Elə bir ki, 3 keçir qabağa, 3 kosinus kvadratı, bir vahid azaldı üst, x vurulsun. Bir də burada elə bir ki, mürəkkəb funksiyadır da bu. Kosinus x-in özündən bir dəfə də törəmə alırsan. Burada kosinus x-in törəməsi mənfi sinus x eləyir. Mənfi qabaqda 3 kosinus kvadratı x, bir də sinus x olmuş olur. Sonra üçüncü. Tutaq ki, bizə üslü funksiya veribdir, mürəkkəb funksiya. A-nın üstü fx, bunun törəməsini istəyir bizdən. Bu nəyə bərabərdir? Bir dəfə A-nın üstü belə olur da, A-nın üstü fx vurulsun ln A olur. Bir də fx-in özündən törəmə almış oluruq. Məsələn, tutaq ki, bizə belə verilibdir. 2-nin üzəri 3-2 çıxaq 1 törəmə alırıq. Bu nəyə bərabərdir? Bu 2-nin üstü 3-2 çıxaq 1 vurulsun ln 2, ln A. Bir də vurulur 3x minus 1-in özü mürəkkəb funksiyadır da. Yəni 2-nin üstü 3x minus 1 mürəkkəb funksiyadır. Ona görə bir dəfə də üstündəki funksiyanın özündən törəmə almış oluruq. Burada 3x minus 1-in törəməsi 3 eləyir, qabağa keçir. 3 vurulsun, 2-nin üstü 3x minus 1. Təbii ki, ln 2-ni də belə yaza bilərik də, bunu sərgəli yazaq. Bu bərabərdir. Ln 2 ədəddir, burada 3 də ədəddir. 3 ln 2 burada ln 2 ədəddir. 3x-in də törəməsi 3 verir. 3 ln 2 vurulsun 2-nin üstü 3-2 çıxaq 1 funksiyasını vermiş olur. Və nəhayət dördüncü mürəkkəb funksiyanın xassəsinin izahını verək. Fx törəmə nəyə bərabərdir? f'(x) vurulsun modul fx şəklində olmuş olur. Bu nə deməkdir? Məsələn, tutaq ki, bizə 2x minus 3 funksiyasının modulda törəməsini istəyir bizdən. Bu bərabərdir nəyə? Bir dəfə 2x minus 3-dən törəmə alırıq. Vurursan 2x minus 3 modulda məxrəsdə 2x minus 3 sürətdə. Bu bərabərdir. 2x-dən təbii ki, törəmə alınanda 2 çıxır. 2-ni də bu sürətə vuranda olur 4-2 çıxaq 6, 2-2 çıxaq 3 şəklində düşmüş olur. Bunları biz qeyd elədik. Sonra toxunanın tənliyindən danışaq. Toxunanın tənliyi fx bərabərdir. Və yaxud da y də deyə bilərik də buna. Y bərabərdir. Fx0 üstə gələk. F' x0 vurulsun x minus x0. Yəni x0 nöqtəsindəki funksiyanın toxunanın tənliyini tapanda
Funksiyanın x0 nöqtəsindəki toxunanın tənliyin yazanda bu düsturdan istifadə eləmiş oluruq biz. Məsəl üçün deyirəm, bir dənə misal göstərək. Tutaq ki, bizə deyir ki, fx bərabərdir 8x-in kvadratı çıxaq 4x funksiyasının x0 bərabərdir 2 nöqtəsindəki çəkilmiş toxunanın tənliyin yazın. Bunu necə edirik? Bu düsturdan istifadə edib biz bunu yaza bilərik. Bir dəfə fx0'ı tapaq. fx0 bərabərdir. fx0 nə deməkdir? x0 2-dir də. Bir dəfə qiymətinin 2 qoyuruq. X-in qiymətini 2 qoyuruq. 8 vuraq 2-nin kvadratı çıxaq 4 vuraq 2. 2-nin kvadratı 4. 4 dəfə 8-in 32 çıxaq 8. O da bərabərdir 24 eləmiş olur. Sonra bir dəfə də törəməni tapıb yerinə x0 qoyuruq. f'(x) görək nəyə bərabərdir? 16x çıxaq 4-ə bərabərdir. İndi f'(x0'ı yerinə qoysaq bərabərdir. f'(x0 təbii ki 2-dir. 16 vuraq 2 çıxaq 4, o da bərabərdir. 32-dən 4 çıxsaq 28. Gətirib qiymətlərin yerinə qoyuruq. Y bərabərdir. f(x0) üstə gələk f'(x0 vurulsun x minus x0. Bu bərabərdir. f(x0 məndə bayaq 24 tapdım. Üstə gələk 28 vuraq x minus 2. Bu bərabərdir. 24 üstə gələk 28 x çıxaq 56. Bu da bərabərdir. 28x 56-dan 24-ün çıxsaq 32 çıxaq 32 olmuş olur. Demək, mənim toxunanımın tənliyi 28x çıxaq 32 şəklindədir yəni. İndi funksiyanın artması, azalmasından danışaq. Funksiyanın artması, azalması. Funksiyanın artması, azalmasından danışanda burada xüsusi bir şeyə diqqət eləmək lazımdır. Yazaq funksiyanın artması və azalması. Gəlin bir dənə qrafik çəkək. Tutaq ki, bu funksiyadır. Buna toxunanlar çəkirəm. Toxunan da biri bu olsun. Digər toxunan da olsun bu. İndi burada nə etmək lazımdır? Bax, bu toxunma nöqtəsinə mən bura x1 deyirəm. Bu toxunma nöqtəsinə x2 deyirəm. Bu toxunma nöqtəsinə x3 deyirəm. Buradakı bucaqlara baxaq. Bura alfa deyirəm. Alfa. Buradakı bucaq təbii ki beta deyirəm. Buradakı bucaqda olsun, gamma olsun. Bax, bu bucaqda gamma olsun. Biz bayaqların toxunanın bucaq əmsalını tapanda neynirdik? Bax, tutaq ki, birinci, bax, x1 nöqtəsindəki toxunanın bucaq əmsalı, yəni, olsun K1.
K1 bərabərdir nəyə? f' x1 x1. Burada o da bərabərdir nəyə? Tangens alfaya. Baxıb görürəm tangens alfa burada iti bucaqdır. İti bucaq olduğu üçün burada toxunanın bucaq əmsalı sıfırdan böyükdür. İkinci. K2 bərabərdir f' x2. Bu bərabərdir tangens beta. Baxıb görürəm ki, tangens beta nədir elə bil ki, OX oxuna paralel düz xəttdir də. Bucaq elə bil ki, düz xətt burada bu düz xəttdir də. Bax, bu düz xəttdən söhbət gedir. Bu düz xətt OX oxu ilə eyni istiqamətli olduğuna görə bunlar arasındakı bucaq sıfırdır. Tangens 0 dərəcədə də sıfıra bərabər olmuş olur. Eyni zamanda üçüncü bura baxaq. K3 bərabərdir. K3 nəyə bərabərdir? f' x3. Bura baxsaq görərik ki, o da tangens qammanı verir. Bəs yaxşı, tangens qamma OX oxunun müsbət istiqaməti ilə kör bucaq əmələ gətirir. Kör bucaq əmələ gətirəndə tangens sıfırdan kiçik olur. Demək mən belə başa düşürəm ki, burada toxunan əgər OX oxuna paraleldirsə, orada bucaq əmsalı sıfıra bərabərdir. Əgər OX oxunun müsbət istiqaməti ilə iti bucaq əmələ gətirirsə, orada müsbətdir bucaq əmsalı. Və OX oxunun müsbət istiqaməti ilə kör bucaq əmələ gətirərsə, orada mənfi olmuş olur. Bunu yadımızda saxlayaq. İndi funksiyanın artması azalmasından söhbət gedirsə, artması deyiləndə funksiyanın törəməsini tapıb sıfırdan böyük bərabərə götürürük, artması deyiləndə. Azalması deyiləndə törəməni tapıb sıfırdan kiçik bərabər götürmüş oluruq. Azalma aralığını sorsanda bizdə. Məsəl üçün deyirəm, tutaq ki, bizə belə bir funksiya verilibdir. 2x-in kvadratı çıxaq 4x funksiyasının artma aralığını tapın. Fx bərabərdir də təbii ki. Fx bərabərdir 2x kvadrat çıxaq 4x funksiyasının artma aralığını tapın. Burada nə edirik? Törəməsini tapıb artma aralığına söhbət gedirsə böyük bərabər 0 götürürük. Gəl törəməsini tapaq. Olur belə 4x çıxaq 4 böyük bərabərdir 0, 4x böyük bərabərdir 4, x də böyük bərabərdir 1. Demək 1 müsbət sonsuzluq aralığı bu funksiyanın artma aralığıdır. Eyni zamanda azalma aralığına da bir misal deyək. Tutaq ki, bizə 3x-in kvadratı çıxaq 6x funksiyası verilibdir. Məndən azalma aralığını soruşur. O zaman nə edirik? F' x kiçik bərabərdə 0 götürmüş oluruq. Burada gəl bunu tapaq. F' x bərabərdir 6x çıxaq 6. Bu da kiçik bərabərdir 0. 6x kiçik bərabərdir 6x də kiçik bərabərdir 1. Demək mənfi sonsuzluq 1 də bunun azalma aralığıdır. Artma azalmadan danışdıq. İndi gəlin funksiyanın ekstremumlarından danışaq. Ekstremum nöqtələrindən və ekstremumlarından danışaq. Maksimumlar, minimumlardan danışaq. Nöqtə və maksimum qiymət. Aha. Dəyərli izləyicilər, burada diqqətli olmaq lazımdır. Yəni, çətin deyil əslində, asandır. Tutaq ki, mənim funksiyam budur. Burada x0 nöqtəsidir. Burada f x0 olmuş olur. Aha. İndi bura baxıb görürük ki, burada biz nə görürük? Elə buranı mənfi sonsuzluq götürsək, mənfi sonsuzluq, buranı da müsbət sonsuzluq götürsək,
Baxıb görürəm mənfi sonsuzluqdan x0-a doğru gələndə funksiyam nə olur? Getdikcə artır. Hara kimi? x0 nöqtəsinə kimi. Və funksiya artdığı üçün funksiya artır burada. Funksiya artır burada. Funksiya artanda həmişə bunu yadda saxlamaq lazımdır ki, törəmə həmişə müsbət olur. Funksiya artanda həmişə törəmə müsbət olur. Eyni zamanda burada baxıb görürəm ki, x0-dan mən müsbət sonsuzluğa doğru gedəndə baxıb görürəm ki, funksiyam azalır. Yəni funksiyam azalırsa, funksiya azalanda da f'(x) sıfırdan kiçik olur. Bunu yadda saxlamaq lazımdır. İndi gəl biz bunun araşdıraq. Burada görək nələr var. Bura x deyirəm. Bura f x deyirəm. Burada f'(x) deyirəm. Aha. Aha. Baxıb görürəm ki, x-in qiyməti mənfi sonsuzluqdan x0-a doğru gələndə, mənfi sonsuzluqdan, elə bax bura gələndə də, mənfi sonsuzluqdan x0-a gələndə, mənfi sonsuzluq x0-a gələndə, burada fx nə olur? Fx, yəni funksiya artır. Funksiya artırsa, mən onu artan kimi göstərə bilirəm belə. Funksiya artdı. Təbii ki, törəmə nə olacaqdır? Törəmə də müsbət olur da. Bax, elə bir ki, funksiya artanda burada müsbət olur törəmə. Yəni, törəmə müsbət oldu. Yəni, bunu belə yazsaq, f'(x) böyükdür 0 olmuş oldu. Aha. x0-ın öz qiymətində, x0 nöqtəsindəki qiymətdə, bax, buradakı qiymətdə. Görək nə baş verdi. Funksiyanın buradakı qiyməti maksimum qiymətdir. Tərif belədir ki, x0 nöqtəsində y bərabərdir fx funksiyası artmadan, bax, x0 nöqtəsindəki fx funksiyası, bu təbii ki, fx funksiyasıdır, bu fx-dir. x0 nöqtəsindəki funksiya artmadan azalmaya keçirsə, həmin nöqtə maksimum nöqtə adlanır. Demək ki, mənim burada x0 nöqtəm hansı nöqtədir? Maksimum nöqtə adlanır. Gətirib mən onu funksiyada yerinə qoysam, oradakı funksiyanın qiyməti maksimum olur. Yəni, burada funksiya maksimum qiymət almış olur. Eyni zamanda biz bayaq dedik ki, burada buna bir dənə toxunan çəksək, tutaq ki, bu toxunanı çəksək, bax, bu toxunan. Təbii ki, burada buna toxunan çəksək, toxunan burada. Toxunan çəksək, burada k bərabərdir. Tangens alfa, o da bərabər 0 olur. Çünki burada tangens alfa bucağı x oxu ilə eyni istiqamətdə olduğuna görə 0-a bərabərdir və orada törəmə 0-a bərabərdir. Törəmə 0-a bərabərdirsə, f' törəmə 0-a bərabərdirsə, f'(x0) burada o 0-a bərabər olmuş olur. Sonra, indi x0 müsbət sonsuzluq aralığında, görək burada nə baş verir? Burada elə bir ki, funksiya azalır, azalır da burada. Funksiya azalanda təbii ki, törəmə də f'(x)də 0-dan kiçik olur. Həmişə funksiya artanda törəmə müsbət olur. Funksiya azalanda törəmə orada mənfi olmuş olur. İndi minimumdan da danışaq və minimum maksimum nöqtəyə aid bir dənə sual hazırlayacağım sizə. Burada təbii ki, x0 nöqtəsi maksimum nöqtə oldu. x0 nöqtəsi. Fx0 qiymət elə ki, x0 maksimum nöqtə, f' deyirəm. fx0 maksimum qiymət oldu. Bu belə. İndi gəlin minimumlardan və minimum nöqtə və minimum qiymətlərdən danışaq. Burada minimum nöqtə, minimum qiymətlərdən danışanda
Nəyə diqqət etmək lazımdır? Yenə bir dənə Yenə bir dənə qrafik çəkək. Fx funksiyasıdır bu. x0 Qrafikə baxıb görürəm ki, hörmətli izləyicilər, qrafikə baxıb görüb nə görürəm mən burada? Baxıb görürəm ki, elə ki, bura mənfi sonsuzluqdur, burada müsbət sonsuzluq olsun. Mənfi sonsuzluqdan bax bu nöqtəyə gəlib çıxanda, mənfi sonsuzluq bu nöqtəyə gəlib çıxanda nə olur? Funksiya getdikcə bax bu nöqtədə azalır. Bax burada azalır. Burada getdikcə nə olur? Funksiya artır. Bax bu hissədə elə bir ki artır. İndi mən bunu ümumiləşdirib bunlar haqqında fikir yazsam, gəlin burada tərifə baxaq. Tərif nə deyir bizə? Minimum nöqtə haqqında, minimum qiymət haqqında. x0 nöqtəsində y bərabərdir fx funksiyası azalmadan artmaya keçərsə, x0 nöqtəsinə, bax bu nöqtəyə minimum nöqtə, burada buna uyğun funksiyanın qiymətinə, bax buradakı qiymətinə minimum qiymət deyilir. İndi demək burada x0 nədir? Minimum nöqtə, f x0 nədir? Minimum qiymət. İndi gəlin bunu ümumiləşdirək, burada fikirlərimizi ümumiləşdirək. Demək bunu yenə 3 yerə bölək. Bura x deyək. Bura fx deyək. Burada f'(x) deyək. İndi burada x hansı qiymətlər aldı? Mənfi sonsuzluq x0. x0'ın özünü aldı. Bir də x0 müsbət sonsuzluq aralığında qiymətləri almış oldu. Burada mənim sonsuzluq x0'da baxıb nə görürəm? Baxıb görürəm ki, mənim funksiyam azalır. Funksiyam azaldı. Biz bayaq dedik ki, funksiya azalanda törəmə mənfi olur, funksiya artanda törəmə müsbət olur. İndi burada törəmə nə olacaqdır? f'(x) nə olacaqdır? 0-dan kiçik olacaqdır. Yəni mənfi olacaqdır. Sonra x0 nöqtəsindəki qiymətlərə fikir verək. Gətirib fx0 yazsam, buradakı qiymət minimum qiymət olacaq. Minimum qiymət. Törəmənin buradakı qiymətinə baxaq. Törəmə görək burada necədir? Bax, buradan yenə bir dənə toxunan çəksək. Bax, toxunan çəksək belədir də. x0 nöqtəsindəki toxunan budur. Burada toxundu. Burada yenə k bərabərdir. K bərabərdir. Tangens alfaya, o da bərabərdir 0-a. Burada yəni bucaq 0 dərəcədir. 0 dərəcə olduğu üçün toxunan bucaq əmsalı 0 oldu. Bu belə. Demək, törəmə burada nədir? f'(x0) bərabərdə 0 olmuş olur. x0 müsbət sonsuzluq aralığına baxsaq, x0 müsbət sonsuzluq aralığına. Burada funksiya baxıb görürəm ki, artır. Təbii ki, burada artır. Bir dəqiqə. Burada artır. Sonra törəmənin artdığı yerdə də funksiyanın artdığı yerdə də törəmə mənfi qiymət alır. Sitir 0. Bu da belə. Yəni gəlin ümumiləşdirib bunlara aid bir dənə misal deyək. Tutaq ki, bizə belə bir misal verilir. Məsələn, x-in kvadratı fx bərabərdir. X-in kvadratı çıxaq 8x üstə gələk 7. Funksiyanın maksimum və minimum nöqtələrini və maksimum minimum qiymətlərini tapın deyə bir sualdır. Burada nə edirik biz? f'(x) görək nəyə bərabərdir? Birinci, həmişə funksiyanın maksimum minimum nöqtələri, qiymətləri soruşularsa, həmişə nə edirik? Törəməni tapıb, funksiyanın törəməsini tapıb 0-a bərabər eləyirik və onu ədəd oxu üzərində 0-a çevirən qiymətlər göstərilir
müsbət, mənfi işarələrlə işarə olunur və orada nəyə fikir veririk? Biz bayaq dedik ki, funksiya artmadan azalmaya keçərsə, bax, bura baxalım bir dənə, hörmətli müəllimlər. Burada elə bir ki, bax, funksiya azalsa, burada törəmə sıfırdan kiçik olur. Burada isə funksiya artırsa, bax, bu artan yeridir, bax, bu hissə. Bu hissə də artan yeridir. Törəmə nə olacaqdır? Törəmə sıfırdan kiçik olacaqdır. Biz belə başa düşürük ki, törəmənin mənfidən müsbətə keçdiyi yer minimum yerdir. Burada isə törəmənin müsbətdən mənfiyə keçdiyi yer, maksimum nöqtədir. Qiymət olaraq maksimum qiymət minimum qiymətdir. İndi biz o cür yanaşsaq, birinci bunun törəməni tapıb sıfıra bərabər eləyirik. Törəməsini tapaq. 2x çıxaq 8 bərabərdir 0. 2x bərabərdir 8, x də bərabərdir 4. Demək 4 nöqtəsi gəl görək, maksimum qiymətdirmi, yoxsa minimum qiymətdirmi? Maksimum nöqtədir, maksimum nöqtə və yaxud da minimum nöqtədir. Ona da uyğun qiymət olaraq maksimum qiymətdir, yoxsa minimum qiymətdir. İndi nə edirik biz? Ədəd ox çəkirik. 4-ü qeyd edirik, 4-ü. 4-ü qeyd edəndən sonra müsbət, mənfi yazırım. Müsbət, mənfi. Elə bir 4-ü qeyd elədim də belə. Müsbət, mənfi yazdım. Mən nə görürəm? Burada biz x bərabər 4 nöqtəsi törəmənin qiymətidir. Törəmənin qiyməti mənfidən müsbətə keçəndə, törəmə mənfidən müsbətə keçəndə, bax, mənfidən müsbətə keçəndə bu qiymət, yəni x0 nöqtəsi hansı nöqtə olur? Minimum nöqtə olur. Demək ki, burada 4 nöqtəsi minimum nöqtədir. X bərabərdir. X bərabər 4 nöqtəsi minimum nöqtə. Eyni zamanda f x bərabərdir f 4 minimum qiymətdir. Gəl minimum qiyməti tapaq. F 4 bərabərdir. Harada x görürük, yerinə 4 qoyarıq. Olacaq 4-ün kvadratı bura. Buna uyğun olaraq 4-ün kvadratı çıxaq 8 vuraq 4, üstə gələk 7. 16 çıxaq 32, üstə gələk 7. 16, 7, 23, 9 olmuş orada, mənfi 9. Cavab mənfi 9-dur. Minimum qiymətdə mənfi 9 olmuş olur. Sonra nədən danışaq biz? Minimum, maksimum qiymətlərdən danışaq. Stasionar nöqtədən danışaq. Ya stasionar nöqtədən qabaq nədən danışaq? Burada bir iki dənə şeylər var, onları deyim. Sonra keçərik stasionar nöqtəyə. Aha. Birinci. Bura olsun mənfi 6. Bura olsun 2. Bura olsun 4. Burada olsun 7. Aha. Bizə deyək ki, f'(x). Qrafikdə bir dəqiqə. Məsələn, qrafikdə funksiyanın artma və azalma aralıqlarını tapın.
Təbii ki, bura baxanda, hörmətli izləyicilər, nəyə diqqət eləmək lazımdır? Baxıram ki, burada funksiyanın qrafiki verilməyib mənə. Mənə verilən nədir? Törəmənin qrafiki verilibdir. Yəni, funksiyanın törəməsinin qrafiki verilibdir. Məndən də funksiyanın artma və azalma aralıqlarını soruşur. Biz bayaq nə demişdik? Biz bayaq demişdik ki, həllin yazaq. Biz bayaq demişdik ki, törəmə əgər müsbətdirsə, funksiya artır. Törəmə əgər mənfidirsə, funksiya azalır. İndi gəl görək, burada harda törəmə müsbətdir, harda mənfidir. Bax, baxıb görürəm ki, bax, bu aralıqda, bu aralıqda törəmə müsbətdir. Bu aralıqda da törəmə müsbətdir. Bax, bu aralıqda. Amma baxıb görürəm ki, bu aralıqda törəmənin qiyməti mənfidir. Yəni, belə başa düşürəm ki, mənim sualımın cavabı budur da, yəni burada mən bunu nəyə axtardım? Artma, azalma aralığı. Elə bil ki, -6,2 nöqtəsində funksiya artır. Bir dəqiqə, birləşmə. -6,2 nöqtəsində artır, eyni zamanda birləşir. Harada? 4-7 aralığında funksiya artır. Funksiya nə olur? Artır. Funksiya 2-4 nöqtəsində azalır. Bu şeylərə diqqət eləmək lazımdır. Demək ki, funksiya, fx funksiyası bu aralıqda artır, bu aralıqda azalmış olur. Belə. İkinci sualım, belə bir sual hazırlayım. Bu misal elə ki 1 idi. Misal 1. Misal 2-yə də aid belə bir sual hazırlayım sizə. Məsələn, ikinci sual belə olsun. Bir dənə də funksiya götürək. Bu təbii ki, deyək ki, buradan başlayıb funksiya. Buradan başlayıb. Burada da bitir. Tutaq ki, bura elə bir -6-dır. Bura -5-dir. Bura -3-dür. Bura -1-dir. Bura 2-dir. Bura 4-dür. Burada 6-dır. 6 olsun tutaq ki. Burada 7 olsun. Mən görürəm ki, funksiyan bax belə gəlir də. Bax elə bir ki, gəlir bax. Buradan gəlir. Qalxır bura. Buradan yenir bura. Bax, funksiyanın istiqaməti belədir. İstiqamət belədirsə, bizdən soruşur, burada nəyi soruşa bilər? Bu funksiyadır. Bir dəqiqə. Fx funksiyası. Qrafiki verilmiş funksiyanın neçə minimum nöqtəsi var. Neçə minimum nöqtəsi var. İndi, hörmətli izləyicilər, bura nəyə diqqət eləmək lazımdır? Mən bilirəm ki, bax, bura baxaq bir dənə. Burada elə bir ki, törəmədir bu. Törəmənin qrafikidir bu. Törəmənin nə idi? Qrafikidir. Mən bayaq burada nə gördüm? Burada bayaq gördük ki, bax, törəmə mənfidən müsbətə keçəndə minimum qiymət alır. Törəmə müsbətdən mənfiyə keçəndə maksimum qiymət, funksiya maksimum qiymət alır da. Funksiya deyirəm, törəmə müsbətdən mənfiyə keçəndə nöqtə maksimum nöqtə olur. Törəmə mənfidən müsbətə keçəndə nöqtə minimum nöqtə olmuş olur. İndi o cür yanaşsaq, bizdə burada törəmənin qrafiki verilibdir. Deyir, qrafiki verilmiş
Qrafikdə verilmiş funksiya deməyək. Qrafiki verilmiş, əslində cümləni düzəldək, cümlədə biraz səhvlik var. Qrafikdə yazsaq daha gözəldir. Qrafikdə funksiyanın neçə minimum nöqtəsi var? Qrafikdə funksiyanın neçə minimum nöqtəsi var? Aha. Gəl baxaq. Biz nə dedik? Minimum nöqtə axtarırıq. Minimum nöqtə axtarırıqsa bizə nə lazımdır? Törəmənin müsbətdən mənfiyə keçdiyi yer, mənfidən müsbətə keçdiyi yer. Baxın bura. Biz minimum nöqtə axtarırıqsa, törəmə mənfidən müsbətə keçdiyi yer axtarırıq. İndi gəlib onu burada tətbiq eləyək. Törəmə mənfidən müsbətə keçirsə, mənfidən müsbətə keçdiyi yer. Bax, bir nöqtə budur. Burada törəmə mənfidən müsbətə keçir. Burada müsbətdən mənfiyə keçir. Burada mənfidən müsbətə keçir. Burada müsbətdən mənfiyə keçir. Burada mənfidən müsbətə keçir. Burada da müsbətdən mənfiyə keçir. Elə bir ki, mənə lazımdır ki, mənfidən müsbətə keçdiyi yerlər. Mənfidən müsbətə keçdiyi yer 5-dir. 1-dir, mənfi 1-dir. Sonra mənfidən müsbətə keçdiyi yer 4-dür. Bunlardır. Nöqtələrin neçə minimum nöqtəsi var? Demək, bu nöqtələr mənfi 5-dir, mənfi 1-dir, bir də 4-dür. Neçə dənədir burada? Say olaraq 3 dənə. Aha, bu belə. Yəni, stasionar nöqtədən danışaq. Stasionar nöqtə. Hörmətli izləyicilər, dərsimiz ağır dərsdir. Bir balaca səbirlə dinləmək lazımdır. Dinləsək, hər bir şeyi burada başa düşmüş olacaqdır. Yəni, çalışdığım qədərilə törəmə mövzusunu ətraflı izahım verirəm ki, heç bir problemimiz olmasın. İnşallah da ki, olmaz. Stasionar nöqtə nədir? Hörmətli müəllimlər, izləyicilər. Stasionar nöqtə budur ki, bir dəqiqə. Stasionar nöqtə budur ki, f' əgər bizə y bərabərdir, fx funksiyası verilibsə, biz burada bu funksiyanın stasionar nöqtəsini axtarırıqsa, f' x0 bərabərdir 0 şərtini ödəyən x0 nöqtəsinə, bu şərti ödəyən x0 nöqtəsinə fx funksiyasının stasionar nöqtəsi deyilir. Bir də deyirəm. Bizə əgər bu funksiya verilibsə, y bərabər fx funksiyası verilibsə, f' x0 bərabərdir 0 şərtini ödəyən x0 nöqtəsinə fx funksiyasının stasionar nöqtəsi deyilir. Bax, bu nə deməkdir? Bizə tutaq ki, bir dənə funksiya verilibdir. Məsələn, y bərabərdir, fx bərabərdir. Tutaq ki, 4x-in kvadratı çıxaq 3x funksiyası verilibdir. Burada 2x deyək, 3x deməyək, lab. 2x. Aha. Və yaxud da, nə bilim, bura dəqiqə daha sərqəli olsun deyə. Bura x deyirəm, x-in kvadratı. Aha. X-in kvadratı çıxaq 2x funksiyası verilibdir. Bizə deyir ki, funksiyanın stasionar nöqtəsini tapın. Aha, həlli. Nə edirik? Biz burada sadəcə stasionar nöqtəni tapmaq üçün törəməsini tapıb sıfıra bərabər edirik. Törəməni gəl tapaq. F' x bərabərdir nəyə? 2x çıxaq 2. Burada f' x 0 bərabər 0 olmalıdır. Gətirib burada yerinə 0 qoysam, 2x 0 çıxaq 2 bərabər 0, 2x 0 bərabərdir 2, x 0 da bərabərdir 1 olmuş olur. Demək, mənim funksiyamın, bu funksiyanın stasionar nöqtəsi hansıdır? 1 nöqtəsidir. Bu belə.
Bir də hörmətli izləyicilər, burada nə var? Stasionar nöqtə haqqında fikirlərimizi belə də ümumiləşdirə bilərik ki, elə bil ki, funksiyanın minimum maksimum nöqtələrində funksiyanın minimum maksimum nöqtələri həmin nöqtədə ya törəmə sıfıra bərabərdir, ya da törəmə yoxdur. Belə desək, bunu fikrimizi belə ümumiləşdirsək, funksiyanın tutaq ki, bizə y bərabərdir, fx funksiyası verilibsə, bu funksiyanın məndən ekstremum nöqtələrini soruşursa, burada iki şərt olmalıdır. Ya funksiyanın törəməsi sıfıra bərabər olmalıdır, ya da törəməsi olmamalıdır. O zaman həmin nöqtələrə ekstremum nöqtələr deyilir. Bu nə deməkdir? Məsələn, tutaq ki, bizə belə bir funksiya verilibdir. Y bərabərdir. X çıxaq 2 kvadratı üstə gələk 1 funksiyasının ekstremumu nöqtəsini tapın. Ya bunu şifahi qrafikin sxematik quraq. Bu elə bir 2 vahid sağdan, 1 vahid də yuxarıdan. Təpə nöqtə burada olur. Və qrafik deyək ki, belə olmuş orada. Baxıb görürəm ki, burada bunun elə bir ki, 2 nöqtəsi, bax, x0 bərabərdir. 2 nöqtəsi. Bunun ekstremum nöqtəsidir. Yəni, hansı nöqtəsidir? Minimum nöqtəsidir. Yəni, funksiya azalmadan artmaya keçdiyi nöqtədir. İndi gəl biz bunu yazmadan görək necə həll edə bilərik. Görək, bunu yazmadan, yəni belə şəklini çəkmədən, hər bir funksiyanın özünün şəklini çəkmək bəzən problem orada. Ona görə biz qayda olaraq belə başa düşürük ki, əgər funksiyanın ekstremum nöqtəsi varsa, həmin nöqtədə ya törəmə sıfıra bərabərdir, ya da ki, həmin nöqtədə törəmə təyin olunmuyub da, törəmə yoxdur. Belə deyək, törəmə yoxdur. Gəl burada bu funksiyanı görək doğrudan mı x0 bərabərdir 2 nöqtəsi minimum nöqtəsidir. Törəməsinə baxaq. X minus 2 kvadrat üstə gələk 1-in törəməsi. Bu bərabərdir. 2 keçir qabağa. X minus 2 üstə gələk 0 bərabərdir 0 olmalıdır. 2x çıxaq 2 bərabərdir 0. Hər tərəfi 2-yə bölsək, x minus 2 bərabərdir 0, x bərabərdir 2. Doğrudan da x bərabərdir 2 nöqtəsi funksiyanın ekstremum nöqtəsidir. Ekstremum nöqtəsini tapdıq, 2-dir. Və yaxud da, tutaq ki, bizə belə veribdir funksiyanı. Bu misal 1 olsun, Misal 2-də belə olsun. Tutaq ki, y bərabərdir. Bizdən bunu istəyir, ekstremum nöqtəni istəyir. Ekstremum nöqtə. Gəl bunun törəməsinə baxaq. Bunun qrafikini qursaq, grafiki belədir. Hörmətli izləyicilər. Elə bir ki, 2 vahid buradan. Qrafik belədir. Baxıb görürəm ki, burada funksiya getdikcə azalır və burada getdikcə artır. Burada yenə 2 nöqtəsi nə oldu? x0 bərabər 2 nöqtəsi minimum nöqtə. Gəl törəməni tapaq görək, doğrudan da mı minimum nöqtə olacaq o da? Y' bərabərdir 1 bölünsün, yox, x minus bayaq tapdıqda törəməni necə tapılırdı? Modulun törəməsi. Elə bir x minus 2 yuxarıda yazılacaqdı, modul x minus 2 də aşağıda yazılacaqdı. İndi burada x minus 2-ni mən sıfıra bərabərləsəm, x bərabərdir 2 olur, məxrəc sıfıra çevrilir.
Məxrəc sıfıra çevrildiyi üçün biz burada iki nöqtəsini törəmədə elə bir şey nəzərə ala bilmirik. Yəni x bərabərdir 2 nöqtəsi törəmənin olmadığı nöqtədir. Törəmənin olmadığı nöqtə olduğu üçün, yəni x bərabərdir 2 nöqtəsi də ekstrem nöqtədir. Bu da belə. Sonra indi nədən danışaq? Hörmətli müəllimlər, gəldik funksiyanın parsada minimum maksimum nöqtələrindən, ondan da danışaq və nəhayət keçək böhran nöqtələrindən. Böhran nöqtələri biraz mürəkkəbdir. Ona aid biraz izahlar verək və yekunlaşaq dərsimizi. Parsada funksiyanın ən böyük ən kiçik qiyməti. Aha. Birinci. Burada qayda olaraq nəyi yadda saxlamaq lazımdır? Əgər bizə bir funksiya verilirsə, bax, qayda olaraq belədir, y bərabərdir fx funksiyası verilirsə, bu funksiyanın müəyyən AB parsasında ən böyük ən kiçik qiyməti soruşulursa, nə edirik? Törəməni sıfıra çevirən qiyməti tapıb, oradakı buradakı qiymət əgər daxildirsə parçaya daxildirsə, o zaman buradakı qiymət və bir də uclardakı nöqtələr funksiyada yoxlanılır. Böyük qiymət maksimum qiymətdir, kiçik qiymət minimum qiymətdir. Yəni nə demək istədiyim misal üzərindən tam sizə izah eləyim. Tutaq ki, məsələn, bizə belə bir funksiya veribdir, y bərabərdir. Məsələn, x-in kubu çıxaq 27x üstə gələk 1. Bizə deyir ki, funksiyasının bir 3 nöqtəsində ən böyük ən kiçik qiymətini tapın. Aha. Burada nə edirik? Dəyərli müəllimlər, hörmətli izləyicilər. Birinci, mən funksiyanın törəməsini tapıb sıfıra bərabər edirəm. 3x-in kvadratı çıxaq 27 bərabərdir 0. 3x-in kvadratı bərabərdir 27. X-in kvadratı bərabərdir 9. X də bərabərdir plus minus 3. İndi görək bu aralıqlardan hansı bura daxildir. Gəl bu parçanı da 4 götürək. 4 götürək. Parçasındakı. Aha. Ən böyük ən kiçik qiymətini tapın deyə bir sualdır. Baxıb görürəm ki, x1 bərabərdir -3. Bu daxil deyil. 1, 4 parçasına. Mən bu qiyməti götürmürəm. x2 bərabərdir 3 daxildir. 1, 4 parçasına. Ona görə mən bu qiyməti götürürəm və demək 1 qiymətini, 3 qiymətini, bir də 4 qiymətini mən bu funksiyada yoxlayıram. Bax, bu funksiyada. Görüm minimum maksimum qiymət hansıdır. Buna uyğun qiymət hansı olacaqdır? F 1 bərabərdir. 1'in kubu çıxaq 27 vuraq 1 üstə gələk 1 bərabərdir. -25 elədi bu. -25. Aha. Buna uyğun qiymət necə olacaq? F3 bərabərdir. 3'ün kubu çıxaq
27 vuraq 3 üstə gələk 1. İndi 3-ün kubu 27 elədi. 3 dəfə 27-dən bir dənə 27 çıxsaq, 2 dənə 27 mənfi 54 mənfi 53. Aha, cavab mənfi 53 burada. Düzmü hesabladıq? 27, biri getdi, ikisi qaldı. 2 dənə mənfi 27, mənfi 54, mənfi 53 bəli. İndi buradakı qiyməti yoxlayaq. F4 bərabərdir. F4 bərabərdir. 4-ün kubu çıxaq. 27 vuraq 4, üstə gələk 1. 4-ün kubu 64 eləyir. 64. 4 dəfə 27, 80, 4 dəfə 7, 4 dəfə 20, 80, 4 dəfə 7, 28, 108. Elə bir ki, 67 üstə gələk 1, 67 üstə gələk 1 çıxaq. 108. O da bərabərdir. O da bərabərdir. 68-dən 108-in çıxana mənfi 40. Aha, bu belə. Demək ki, burada minimum qiymət F neçə oldu? Minimum qiymət F3 minimum mənfi 53. Maksimum qiymət 1 oldu. O da bərabərdir mənfi 25 olmuş oldu. Vəssalam. Minimum qiymət 53-dür, mənfi 53, maksimum qiymət mənfi 25-dir. Belə, parçada minimum maksimum qiymətin tapılması oldu. Və sonuncu olaraq böhran nöqtələrindən danışaq. Yeri gəlmişkən sizdən bir şey deyim, hörmətli izləyicilər. Mənim yazı xəttim bərbaddır. Ona görə üzrlü sayın, üzr istəyirəm. Yəni mən hərfləri, sözləri səliqəli yazmıram. Ona görə də yəni sözlərdə problem olsa üzrlü sayın. Böhran nöqtələrindən danışaq. Böhran nöqtəsi nədir? Tərif belədir ki, törəmənin sıfıra bərabər olduğu və ya törəmənin olmadığı daxili nöqtələrə böhran nöqtələri deyilir. Bu bir böhran nöqtəsinə aid bir tərif budur. Digər tərif kimi yox, qayda şəklində yadımıza saxlayaq ki, qırılma nöqtələri də, funksiyanın qırılma nöqtələri də həmin o funksiyanın böhran nöqtələri olur. Bunlar nə deməkdir? Bax, törəmənin deyir sıfıra bərabər olduğu və yaxud da törəmənin olmadığı daxil nöqtələrə böhran nöqtələr deyilir. Gəlin misallarla bunun izahını verək. Birinci, tutaq ki bizə y bərabərdir fx bərabərdir x-in kubu, bir dəqiqə, x-in kubu çıxaq, bir dəqiqə olsun neçə? X-in kubu funksiyası olsun, problem deyil. Sadədən başlayaq. Bu funksiyanın böhran nöqtəsini tapın deyir. Böhran nöqtəsi bərabər sual. Funksiyanın böhran nöqtəsini tapanda nə edirik? Törəmənin sıfıra bərabər olduğu nöqtəni biz böhran nöqtə qəbul edirik. Yəni, f, y bərabərdir 0 olursa bu böhran nöqtədir. Baxaq. Y bərabərdir 3x-in kvadratı bərabərdir 0, x-in kvadratı bərabərdir 0, x bərabərdir 0. Bəli, demək burada x0 nöqtəsi, x bərabərdir 0 nöqtəsi böhran nöqtədir. Bax, bu nöqtə böhran nöqtədir. İkinci. Görək nə deyir bizə? Bir də deyir ki, törəmənin olmadığı daxili nöqtələrə funksiyanın böhran nöqtələri deyir. Gəl belə bir funksiya yazaq. Y bərabərdir, tutaq ki, olsun belə. X çıxaq 2. Aha. Gəl bunun böhran nöqtəsini tapaq. Böhran nöqtəsi bərabər sual. Gəl bunun törəməsini tapaq. Y-in törəməsi nəyə bərabərdir? 1 bölünsün, 2 keçir qabağa, x çıxaq 2. Aha. Burada mən törəməni sıfıra bərabər eləməliyəm də. Bu bərabər də 0 olmalıdır. Baxıb görürəm ki, burada törəmə sıfıra bərabər ola bilməz.
Törəmə sıfıra bərabər ola bilmirsə, niyə görə sıfıra bərabər ola bilmir? Burada yəni sürətdə heç nə yoxdur. Məxrəcdə x-2 var. x-2 fərqlidir 0 olmalıdır. X fərqlidir nədən? 2 olmalıdır. Yəni x 2 ola bilməz. Törəmənin olmadığı daxili nöqtələrə böhran nöqtələr deyir. Baxıb görürəm ki, burada x bərabərdir 2 nöqtəsi. Törəmənin olmadığı nöqtədir. Törəmənin olmadığı nöqtəni bildim. İndi gəl daxili nöqtə görək nə deməkdir. x-2 böyük bərabər 0. Bunun təyin oblastına baxıram elə bil ki, DF-ə. Buradan x böyük bərabərdir nəyə? 2-dəyə. Yəni 2 müsbət sonsuzluq aralığı bu funksiyanın təyin oblastıdır. Bax, buradakı bu törəmənin olmadığı 2 nöqtəsi bu funksiyanın təyin oblastının daxili nöqtəsi olmadı. Daxili nöqtəsi olması üçün məsələn 2-dən sonra gəlməlidir. Tutaq ki, x bərabərdir 3 tapsaydıq, daxili nöqtə idi. Amma x bərabər 2 nöqtəsi tapmışıq. O da daxili nöqtə deyil, uc nöqtədir, uc nöqtə. Uc nöqtə olsa, o funksiyanın böhran nöqtəsi sayılmır. Daxili nöqtə olmalıdır ki, funksiyanın böhran nöqtəsi sayılsın. Elə bir ki, burada x bərabərdir 2 nöqtəsi böhran nöqtəsi deyil. Ümumiyyətlə, bu funksiyanın böhran nöqtəsi yoxdur. Yoxdur. İndi gəl başqa bir suala keçək. Üçüncü sualımız belədir. Y bərabərdir 3-cü dərəcədən x-4 olsun. Məsələn, belə bir funksiya olsun. Bunun gəlin törəməsinə baxaq. Böhran nöqtəsini axtarım da bunun. Böhran nöqtəsi bərabər sual. Bunun törəməsini tapsaq, bu nəyə bərabərdir? 1 bölünsün, 3 keçir qabağa, 3-cü dərəcədən x-4-ün kvadratı olur. Kvadratı. Aha. İndi baxıb görürəm ki, bura, hörmətli izləyicilər, burada yenə də x bərabərdir. Bu əslində bərabər 0 olmalıdır. Çünki törəmənin 0-a bərabər olduğu nöqtə böhran nöqtəsi sayılır. Amma burada törəmənin 0-a çevirən qiymət yoxdur axı. Yəni, x bərabərdir 4 nöqtəsi törəmənin olmadığı nöqtədir. Bax, burada. Məxrəc 0-a çevrilir, məxrəci 0-a çevrilə bilməz. Ona görə mənasız eləyir bu törəməni. X bərabər 4 nöqtəsi törəmənin olmadığı nöqtədir. Törəmənin olmadığı daxili nöqtəyə funksiyanın böhran nöqtəsi deyilir. İndi gəl bu funksiyanın təyin oblastına baxaq görək. Bu nöqtə o funksiyanın təyin oblastının daxilinə daxildirmi, yoxsa uc nöqtələrə daxildirmi? x-4 burada təyin oblastına olmalıdır. Bax, bu funksiyada. Bu funksiyadan görürəm ki, 3-cü dərəcədəndir. 3-cü dərəcədən kökün altından nə olur olsun. Yəni, df nəyə bərabərdir? Df bərabərdir mənfi sonsuzluq, müsbət sonsuzluq aralığında bütün qiymətləri alır. Demək ki, burada x bərabərdir 4 nöqtəsi, bax, bura daxildir. Çünki mənfi sonsuzluq, müsbət sonsuzluq aralığında 4 nöqtəsi var. Demək, x bərabər 4 nöqtəsi böhran nöqtəsidir. Yəni, böhran nöqtəsidir. Digər başqa bir sual. Bu neçənci sual idi? 4-cü sual. Məsələn, tutaq ki, bizə belə veribdir. Məsəl üçün deyirəm. Y bərabərdir modul 2 çıxaq 4. Bunu veribdir. Bizdən böhran nöqtəni soruşur. Böhran nöqtə. Böhran nöqtəni tapanda nə edirəm? Törəmənin 0-a çevirən qiyməti birinci axtarıram. Görüm törəmənin 0-a çevirən qiymət varmı? Bunun törəməsini tapsaq, bu nəyə bərabərdir? Elə bil 2x minus 4 aşağıda, yuxarıda bir dəfə də vurursan 2x minus 4-ün törəməsinə modul 2x minus 4. Bu bərabərdir nəyə? Burada bu 2 eləyir. Bunu da vursaq 4x çıxaq 8 eləyir yuxarı. 2x çıxaq 4 olmuş olur. Burada görək törəmə 0-a bərabərdirmi? 4x çıxaq 8 bərabərdir 0. 4x bərabərdir 8. X də bərabərdir 2. Amma baxıb görürəm ki, burada mən x-in 2 qiymətini tapdım. Törəmənin 0-a çevirən qiyməti tapdım.
Amma gətirib burada məxrəcdə baxsam, x-in 2 qiyməti məxrəci ödəmir axı. 2-ni 2-yə vursaq 4, 4-dən 4 çıxsa 0, məxrəc 0-a çevrilir. Demək ki, burada x bərabərdir 2 nöqtəsi törəmənin olmadığı nöqtədir. Törəmənin olmadığı nöqtə olduğunu bildim. İndi baxım görün buradakı bunun təyin oblastının daxili nöqtəsidirmi, yoxsa deyilmi? Daxili nöqtəsidirsə, x bərabərdir 2 nöqtəsi, yəni törəmənin olmadığı nöqtə, daxili nöqtə olanda böhran nöqtəsi sayılır. Yəni, burada baxıb görürəm ki, bunun təyin oblastı, yəni DF mənfi sonsuzluq, müsbət sonsuzluq aralığını əhatə eləyir. Çünki burada x istənilən qiymət alır və x bərabərdir 2 nöqtəsi də bu aralığa daxildir. Daxil olduğu üçün x bərabər 2 nöqtə böhran nöqtəsidir. Bu belə. Bir dənə də başqa bir sual deyək. Bundan da törəmə mövzusunu yekunlaşaq. Məsələn, y bərabərdir. Bu neçənci sual olsun? 5-ci sual. Y bərabərdir. Tutaq ki, x çıxaq 2, üstə gələk, x üstə gələk 3. Bir dəqiqə. Buna baxaq, hörmətli izləyicilər. Burada deyir ki, bizdən böhran nöqtəni tapın. Bunun böhran nöqtəsini tapmaq üçün, gəlin bunun böhran nöqtəsini tapmaq üçün əvvəlcə sizə nəyi deyim? Qırılma nöqtələrindən danışaq. Bayaq biz dedik ki, funksiyanın böhran nöqtəsinə bir də nələr daxil idi? Onun qırılma nöqtələri daxil idi. Məsəl üçün deyirəm, y bərabərdir. 5-ci sualdan danışırıq. Y bərabərdir x minus 3. Bax, burada biz bu funksiyanın qrafikini qursaq, 3 nöqtəsindən keçən belə bir qrafikdir. Y bərabərdir x minus 3. Bax, burada 3 nöqtəsində funksiya qırılır, gəlir, burada sınır, qalxır yuxarı. Burada x bərabərdir 3 nöqtəsi böhran nöqtəsidir. 6-cı. Başqa bir suala baxaq. Tutaq ki, y bərabərdir x-in kvadratı çıxaq 3. Çıxaq 1 deyək. Çıxaq 1. İndi bunun qrafikinə baxaq. Bunun qrafiki nədir? Normalda mən gx bərabərdir x kvadrat minus 1 funksiyasının qrafikini quraq. Bu belə olacaq da. Mənfi 1 nöqtəsindən keçən, bax, belə bir qrafik olmuş olacaqdır. İndi mən bu ifadə modulun daxilində olduğu üçün, bax, burada olduğu üçün, burada bunun bu mənfi hissəsi modulun daxilində olduğuna görə bu mənfi hissə həmişə mənfi olmayacaqdır, müsbət olacaqdır. Müsbət olduğu üçün elə bir ki, buradakı hissə qırılır, Bax, buradakı hissəyə çevrilir. Buradakı olan mənfi qiymətlər modulun daxilində müsbət olduğu üçün gəlib, bax, bu aralıqda yerləşəcəkdir. Demək, mənim bu funksiyamın, bax, bütövlükdə bu funksiyamın qrafiki belə oldu da, bax, belə olmuş oldu. Bax, buradakı qiymətlər ki var, gəl o qiymətləri də tapaq. Burada funksiyanın qiymətləri nədir? Bax, bu funksiyanın qiyməti 0-a bərabərdir. Yəni, x kvadrat çıxaq 1 bərabərdir 0, x kvadrat çıxaq 1 bərabərdir 0, x kvadrat bərabərdir 1, x də bərabərdir müsbət 1, müsbət mənfi 1. Yəni, buradakı qiymət mənfi 1-dir, buradakı qiymət müsbət 1-dir. Demək, buradakı mənfi 1 və 1 nöqtələri qırılma nöqtələridir. Burada sınırda funksiya gəlir, sınır, bir də burada qalxır yuxarı. Böhran nöqtələridir. Böhran nöqtələri sayılır. Belə, bir dənə də yekun bir misaldan yekunlaşdıraq bu törəmə mövzusunu. 7-ci. Belə bir
y bərabərdir 2 çıxaq 2 üstə gələk 2 çıxaq 3. Aha. Bunun qrafikini qursaq, qrafik belə olacaqdır. Aha. Bunun kökü burada üstə gələk 2 çıxaq 3 olsun. -2, burada da müsbət 3'dür. Yəni bunu sıfıra çevirən qiymət müsbət 3'dür, bunu sıfıra çevirən qiymət -2'dir. Sıfırlarını tapırıq da, x oxu üzərində olanda həmin funksiyanın sıfırlarını tapırıq. Burada elə bir ki, x-in yerinə -2 qoysaq, görün nə baş verir? -2 qoysaq, -2, -3, burada müsbət 5 eləyir. Elə bir ki, x-in yerinə bir dəfə -2 qoyursan, bax, funksiyanın qrafikini qırmaq üçün x bərabər -2 olsa, o zaman funksiyam necə olacaqdır? Funksiyam belə olacaqdır. Y bərabərdir. -2 üstə gələk 2, üstə gələk -2 çıxaq 3, o da bərabərdir müsbət 5 eləyir. Yəni baxıb görürəm ki, burada müsbət 5 qiyməti alır. Eyni zamanda mən gətirib 3-də yerinə qoysam, x-in yerinə 3 qoysaq, burada bu sıfıra gedir, bu 5 eləyir, bu da sıfıra gedir. Yəni burada da qiymət, yəni buradakı qiymət də 5 eləyir. Buradakı qiymət də 5 eləmiş olur. Bunun sol tərəfində qiymətlər versək, -3 versək, tutaq ki, nə bilim 4 versək, burada baxıb görərik ki, funksiya artır. Bax, belə bir funksiya olacaqdır da. Belə bir funksiya olacaqdır. Burada nə görürəm mən? Burada onu görürəm ki, burada, bax, bu aralıqda. Bu aralıqda görürəm ki, yəni, bax, bu aralıqda -2 ilə 3 aralığında, -2, 3 aralığında, -2, 3 aralığında nə olur? -2, 3 aralığında burada toxunan, bir dənə toxunan çəksəm mən bu funksiyaya, toxunan çəksəm, elə bir ki, bax, toxunan burada, bir dənə toxunan çəksəm. Görürəm ki, bax, buradakı bu qiymətlərdə, buradakı bütün qiymətlərdə k bərabərdir 0-a. Niyə görə? K bərabərdir tangens alfa, o da bərabərdir 0-a. Yəni, törəmə 0-a bərabərdir. Yəni, biz bayaq böhran nöqtəsinin tərifini necə demişik? Törəmənin 0-a bərabər olduğu nöqtələr və yaxud da törəmənin olmadığı daxili nöqtələrə böhran nöqtələri deyilir. Eyni zamanda qırılma nöqtələr də böhran nöqtələrdir. Bu 3 ilə -2 də qırılma nöqtələridir, böhran nöqtəsidir. Eyni zamanda bax, bu aralıqda yerləşən bütün, bax, buradakı x-lər, bütün buradakı x-lər, həmin o x-in qiymətlərində burada törəmə 0-a bərabərdir. Törəmənin 0-a bərabər olduğu nöqtələr də böhran nöqtələridir. Yəni, -2, 3 parçası bütövlükdə bu funksiyanın böhran nöqtələridir. Belə hörmətli izləyicilər, əgər dərsiniz maraqlı oldusa, izah maraqlı oldusa, bəyənməyi, paylaşmağı və abunə olmağı yaddan çıxartmayaq. Bu qədər yəni. Hörmətli sertifikasiyaya hazırlaşan müəllimlər, çalışdığım qədər hər həftə sizinlə bir dərs, 2 dərs belə paylaşım eləyəcəm və oradan bəhrələnə bilərsiniz. Çox sağ olun izlədiyiniz üçün. Yenə deyirəm, əgər xoşunuza gəldisə, bəyənib paylaşmağı, abunə olmağı unutmayın. Sağ olun.